TikTokda mənim adıma pul yığırlar. Buna inanmayın. Sfera az xəbər verir ki, bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib. O əlavə edib ki, dələduzluqdur. Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın. Tahir İmanov video çağırış zamanı hüquq mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib. Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, Planet Parnis Baku Official səhifəsindən edə bilər. Digər səhifələrdən müraciətin bilin ki, ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır.